Salamlar, mən Nərmin, Sevstadas komandasından. Bugün bizimlə Firuddindir. Bugün Firuddinlə onun universitet həyatı və ixtisası haqqında maraqlı məlumatları bizimlə bölüşəcək. Salam Firuddin, xoş gəlmisən. Salam. Öncəliklə təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Buyurun, bizim üçün xoşdur sizi burada türklər demişkən ağırlamaq. Firuddin, özünü tanıdardın, universitetin və ixtisasın haqqında məlumat verərdin ilk öncə. Mən Firuddin Abdullayev, Bakı Dövlət Universitetində 4-cü kursda təhsil alıram. Biologiya fakültəsi, biologiya ixtisasında. Bu ixtisası seçməkdə səbəbin nə idi? Hansı kriteriyalara əsasən seçdin? İxtisasını sevirsənmi? Bu haqqda da məlumat verərdin bizə zəhmət olmasa. Bu çox ətraflı sualdır. Biologiyanı niyə seçdim? Hazırda biologiya çox o qədər böyük sahədir ki, yəni biologiyanın öz sahələri, məsələn zoologiya, botanika, molekulyar biologiya özləri ayrıca bir biologiyadır kimidir. Yəni elə bir fizika, kimya necə varsa da elə. Bu sahəyə mən birinci gəlməyimdə marağı oyadan valideynlərim oldu. Atam ixtisas mühəndisdir, amma içində təbiətşünas ruhu yatır. Atam biz parklarda gəzməyə çıxanda o bitkilərin növlərini deyirdi latınca. Ya da biz həyətdə həşərat tutanda həşəratların ensiklopediyalara baxıb təyin edirdik ki, bu hansı həşəratdır ya da onların davranışları nətər olur. Anam da epidemioloji laboratoriyada işləyirdi. Mən laboratoriya həyatını da görmüşdüm o vaxtı. Məsələn, suyun analizlərini aparmağı və s. Məncə bunlar təməl yaradır məndə. Bunu universitet həyatında fikirləşdim, bəs doğrudan niyə mənim marağım var biologiya? Bir önəmli məqamda bir dənə müəllimə var, o yan otaqda dərs keçirdi biologiyadan. Yəni mütəmadi dərs keçirdi, mən də mütəmadi olaraq yan otaqda otururdum. Bu məktəb həyatınızda baş verib, yoxsa? Bu məktəb həyatında. Təxminən 7-ci, 6-cı sinif olardım. O bir zaman çox balaca olan vaxtlarım idi. Bu vaxtı müəlliməm də 9-cu siniflərə dərs deyirdi. Mənə dərs demirdi, mən o müəlliməni tanımırdım. Sadəcə danışıqlarına qulaq asırdım yan otaqdan. Çox marağımı çəkirdi. Bir gün xahiş etdim ki, bəs mən dərsdə otura bilərəm onun dərsində. Onun da məndən xoşu gəldi. Öz məşğələ otağına dəvət elədi. Ödənişsiz şəkildə. Onun otağı biologiyaya aid bir çox onun otağından biologiya yağırdı, belə deyək. Və mən orada bir il ərzində bizə köhnə kitab deyilən bir anlayış vardı. Elə bir tədrisdə istifadə olunan kitablardan əlavə əvvəlki illərin kitabları var. Onlar daha ətraflı yazılırdı. Onların şu əksəriyyətini bitirdim bir il ərzində. Beləcə biologiya üzrə davam etməyimi düşündüm. Mən əslində xarici təhsil almaq istəyirdim. Respublika fənn olimpiadalarına ya da beynəlxalq olimpiadalara qatılırdım. Ümumi beynəlxalq olimpiadadan yer tutaraq onda xarici universitetlərdə təhsil almaq olur. O da yer tuta bilmədim deyə beynəlxalq olimpiadadan planlaşdırmamı düz eləmədim deyə 11-ci sinifdən bir şey seçməli idim. Bir yerdə davam etməli idim. Və mən Respublika fənn olimpiadası nəticəm var idi deyə mən 11 ixtisas və universitet və ixtisas məsləhət görülür. 11 ixtisas hansı universitetdə varsa o ixtisasda ödənişsiz təhsil ala bilərdim. Nə gözəl. Bəli. Əslində bir vaxtdan sonra Respublika fənn olimpiadaları dəbə gəldi və bu çox yaxşı məqam oldu və mən o vaxtda yeni liseylər açılmışdı. Mən Gənclik şəhərindənəm bu arada. 4 təzə lisey açılmışdı Azərbaycanda. Onlardan biri Gənclikdə idi. O liseyin çox qatqıları oldu Respublika fənn olimpiadasına hazırlaşan dövrlərdə və Respublika fənn olimpiadası nəticəmə görə Bakı Dövlət Universitetini seçdim. Bəs niyə Bakı Dövlət Universitetini seçdim? Çünki Azərbaycanda ən köklü ali təhsil müəssisələrindən biri Bakı Dövlət Universitetidir. Bir də olimpiada hazırlığında nazirlik tərəfindən dərslər təşkil olunurdu. Elə bir beynəlxalq olimpiada hazırlaşanlar üçün. Orada bir müəllim var idi, Elvin müəllim. Elvin müəllim məni çox xoş gördüm. O da bilirdim ki, Bakı Dövlətdə dərs deyir. Dedim, niyə də yox Bakı Dövlət? Həm də Bakı Dövlət Bakıda yerləşdiyinə görə şəbəkələşmə ehtimalım daha çox olur. Bir də dedim ki, böyük universitet olduğuna görə yenə də akademik networking çox yaxşıdır. Mən də Bakı Dövləti seçdim. Gözəl.